Salam, əgər sən də Azərbaycan Xalq Cümhuriyyəti dövründə olan mədəni tədbirləri asan yadda saxlamaq istəyirsənsə, bu videonu izləməyin kifayətdir. Gəlin bir ağacı təsəvvür edək və budaqlarını təsəvvür edək. Düzdür, rəsm qabiliyyətim o qədər də qəşəng deyil, amma məncə vizual olaraq hadisələri yadda saxlamaq üçün işə yarayacaq. Ən birinci mədəni tədbir, ən böyük hadisə hansıydı? Əlbəttə ki, Bakı Dövlət Universitetinin açılmasıydı. Gövdəsinə, ağacın gövdəsinə ən mühüm tədbiri yazırıq. 4M nədir? Məktəb, muzey, məntəqə adlarının bərpası, mətbuat, azadlıq, yəni senzuranın ləğvi. Məktəblər 1918-28 avqustda milliləşdirildi və bura dil yazırıq, ana dili, türk dili məcburi olur və muzey, İstiqlal Muzeyi açılır. Məntəqə Yelizavetpol adı 1804-dən bu yana Yelizavetpol adlanır, Gəncə adı bərpa olunur. Sonra Qaryagen qəzası, Cəbrayıl qəzası adlanır. Mətbuat azadlığı, yəni senzura ləğv olunur. 100-dən çox, 100 yaza bilər, 100-ə qədər deyək, jurnallar, qəzetlər nəşr olunur. Cəmiyyətlər yaradılır, Türk Ocağı Cəmiyyəti. Müsəlman şərqini öyrənən cəmiyyətlər yaradılır. 100. Növbəti 100 nədir? 100 tələbə deməkdir. 100 tələbə Avropa ölkələrinə təhsil üçün göndərilir. Teatr, dövlət teatrı təşkil olunur. Kitabxana, yeni kitabxanalar açılır. Bəs yaxşı, ağacın sınmış budağı nədir? Əlifba islahatıdır. Niyə sınıb? Çünki əlifba islahatı həyata keçirilə bilmir. Latın qrafikasına keçirəcəkdir, amma bu mümkün olur. Faydalı olursa bəyənib paylaşmağı unutmayın. Mənə də motivasiya olsun ki, növbəti asan üsullar üçün paylaşım.